Daha bir biosfer testi topludan götürülmüş sualdır. Müvafiq olaraq qırmızı qonur, boz və qəhvəyi torpaqların yayıldığı əraziləri istəyir bizdən. Qırmızı qonur iqlim qurşağı olaraq subekvatorial, təbii zona olaraq savanna və seyrək meşələr təbii zonasıdır. Boz torpaqlar isə səhra, yarım səhra, həm iqlimi, həm təbii zonası və qəhvəyi torpaqlar isə subtropikin Aralıq dənizi iqlim tipi təbii zonası olacaq. Codyarpaqlı meşə və kolluqlar. Rəqəm olaraq baxsaq, qırmızı qonur torpaqlar 3 rəqəmi doğrudur. Braziliya yaylası savanalardır və ona görə də torpağı qırmızı qonur olacaq. Boz torpaqlar səhranı göstərir 2 rəqəmi, Böyük Səhra, Saxara, Afrikanın şimalı, təbii zona olaraq da səhra, yarım səhradır və qəhvəyi torpaqlar isə olacaq 4 rəqəmi, yəni Pireneya yarımadası. Bu da bayaq dediyim kimi subtropik iqlim qurşağı, Aralıq dənizi iqlim tipi və codyarpaqlı meşə və kolluqlar təbii zonası. Test toplusuna da ən çox düşən suallar məhz həmin subtropik deməli codyarpaqlı meşə və kolluqlar təbii zonasından düşür bu arada. Ona diqqət etməliyik. Cavabımız olacaq C variantı.